Sədir kilsəsinin adı Səfəviyyə dönəmindən qalan bir addır. Sədir, böyük, balanəşin, sədarət mənasındadır. Və buna görə ki, bu məhəllədə qədimdən böyük insanlar yaşayarmış, ona görə bura Sədir adlanıbdır. Və bu kilsənin müxtəlif öhdəsində böyük tarixi ittifaqlar düşübdür. 1290-ın Azər ayı idi ki, Ruslar Təbrizdə başladılar taraca. Ruslar Baxşımalda müstəqər olduqlarına görə Sədir və Nobara yaxın idilər. Və burada nə mənə ev var idi və pullu evlər var idi, tökülmüşlər, onları tarac edirdilər və ota çəkirdilər. Hacı Hüseyn Maralanı bir daha şəxslərdən idi ki, Rusların cəngin qabağında dayanmışdı və onlarla savaş edirdi. Sədir küçəsində bazıqan ailələrin biri xəta etdi ki, Ruslar tökülürlər, rəhm eləmirlər, arvad, uşaq, kişini öldürürlər və olan qalanı qarət edib və taraca götürürlər. Və nəhayətdə də evin özünə də rəhm eləmirlər, nəfti səpib və hər yeri ota çəkirlər və olan qalan yaralılar da əsir tutub aparırlar. Bu məhəllədə çoxlu dramatik ittifaqlar düşübdür. Siz bilduğunuz və ittilaatınızı bu məhəllədən bizlə kommentlərdə paylaşın.